Salam, hər vaxtınız xeyir olsun. Bu video izahımda mürəkkəb faiz artım düsturunun isbatını verəcəm. Sual yarana bilər ki, ay müəllim, bu mürəkkəb faiz artım düsturunun isbatı bizim nəyimizə lazımdır? Düsturu biləndə hesab aparmaq olur. Amma bir məsələ var ki, isbat məsələləri bizim qarşımıza çıxa bilər və ən azından həyatda da soruşa bilərlər ki, bu hardan gəlir? Və əlavə olaraq da mürəkkəb faiz artım düsturu nəyə lazımdır? Demək olar ki, biz həqiqət budur ki, artıq elə bir dövrdəyik ki, yəni bu faiz məsələləri olsun, bu mürəkkəb faiz artım düsturu və yaxud da sadə faiz artım düsturu demək olar ki, gündəlik həyatımızda az qala istifadə olunan bir şeylərdir. Məsələn, kreditə girirsən, telefon krediti olsun və yaxud da böyük bir məbləğdə kreditlər olsun, heç bir fərqi yoxdur. Bunlar artıq faiz artım düsturundan hesablanan bir rəqəmlərdir. Keçək düsturun isbatına. Deməli, burada məsələ nədir? Mürəkkəb faiz artım düsturunun özü budur. Burada S0 deməli. S0 başlanğıc məbləğ, başlanğıc. Elə fikirləşin ki, siz məsələn banka 1000 manat məbləğ qoyursunuz başlanğıc olaraq. Başlanğıc məbləğ deməli burada əslində bura səhv düşüb. Bu P olmalıdır. Aha, başlanğıc məbləğ. Sonra burada bu P faiz, yəni neçə faiz başlanğıc məbləğin üstünə gəlir və yaxud da nə edir? Faiz. N isə zamandır. Zaman. Məsələn, bu N zaman gün də ola bilər, il də ola bilər, ay da ola bilər. Yəni artıq fərqi yoxdur da, həmin zamanı bildirir. Məsələn, tutalım ki, hər hansı bir ümumi başlanğıc olaraq, məsələn, buna aid bir nümunə işləyək. Məsələn, belə bir düsturun isbatını verəcəm, amma başlanğıc olan nümunənin bir dənə göstərim. Məsələn, 1000 manat başlanğıc məbləğdir. Tutalım ki, banka qoyuram bunu 3 illik. 3 illik banka qoyuramsa, 1000 manat, məsələn, tutalım ki, neçə faizdən götürür? Məsələn, tutalım ki, 8 faizdən götürür bank. Məndən o 1000 manatı bir üstə gəlinsin, 8 bölünsün 100, üstündə, məsələn, 3 il. 3. Mən 1000 manat məbləğ banka qoymuşamsa, deməli, 1000 üstə gəlinsin, 1000 üstə gəlinsin, bax, buranı hesablamalısan sən, 1 üstə gəlsin, %8 və 3-cü dərəcədən qüvvətə yüksəltsən, məsələn, 100-ü 3-cü dərəcədən qüvvətə yüksəltsə belə eləyir, 108-in kubu, Məsələn, bunlar ixtisar gedəndə artıq bu həmin məbləği böləndə o ümumi məbləğ qədər sən pul götürmüş olursan. Yəni, mürəkkəb faiz artım düsturunda artıq daha sürətli artım var burada. Bunun isbatına keçim ki, isbatı nətərdir bəs? Məsələn, mən tutalım ki, birinci, məsələn, ay üçün, il üçün nəsə də S1-i tapıram. S1-i tapmaq üçün birinci olaraq, belə deyək ki, S başlanğıc məbləğ plus başlanğıc məbləğin hər hansı P bölünsün 100%. Yəni, hər hansı ədədin neçə faizini tapmaq üçün həmin ədədi, məsələn, ədədin 20%-ni tapmaq üçün 120-yə vurursan da, düzdürmü? S2-ni tapmaq üçün yenə S1 üstə gəlinsin, S1 vurulsun, P bölünsün 100. Məsələn, buradan mən S0 mörtəzə xaricini çıxartsam, S0 mörtəzə xaricini çıxartsam, qalar 1 üstə gəlinsin, P bölünsün 100. Buradan S1-i mörtəzə xaricinə çıxartsam, qalar 1 üstə gəlsin, P bölünsün 100. Deməli, bax, bu həmin aldığım bu S1-i, fikirləşin, baba, bu S1-i, rəngi dəyişim göstərəcəm. Deməli, bax, bu S1-i, elə bil ki, aldığım S1, gətirib burada S1-in yerinə yazsam, bərabərdir, olur S0, 1 üstə gəlinsin, P böl 100, vurulsun, 1 üstə gəlinsin, P böl 100.
Burada S0 vurulsun. 1 üstə gəlinsin P böl 100'ün kvadratı oldu. Düzdür? Görsən, fikir ver burada 2 ildə kvadrata gəlir. Yəni bunu mən artıq bu formada davam elətsəm, Sn-ə kimi getsəm, Sn bərabərdir S0 1 üstə gəlsin P bölünsün 100 üstündə N almış oluram. Yəni düsturum bu formaya gəlir. Yəni bu ardıcıllığı mən davam elətsəm, yerinə yaza getsəm. Mürəkkəb faiz artım düsturu yəni nisbət olaraq çətin bir şey deyil. Mürəkkəb faiz artım düsturundan sadə faiz artım düsturu arasında fərq nədir? Mürəkkəb faiz artım düsturu baba bu dərəcəyə görə, N-ə görə daha sürətli artır. Artım daha sürətli gedir. Amma sadə faiz artım düsturunun isə ümumi düstur belədir. Məsələn, Sn bərabərdir S0 vurulsun 1 üstə gəlinsin N vurulsun P bölünsün 100. Yəni bu nə deməkdir bilirsiniz? Mürəkkəb faiz artım düsturu. Tutalım ki, banka məsələn 1 illik 5%-dən 1000 manat pul qoymusan, düzdür? Növbəti ili həmin o elə bil ki, məsələn 5%-dən qoymusansa, məsələn 1000 manat artdı oldu nə qədər? 50 manat. Bu dəfə 1050 manatın faizi gəlir növbəti ilə. Məsələn birinci il 1000 manat, 10.000 manat qoymusan 5%-dən tutalım ki, 500 manat gəldisə, məsələn 5000 manat gəlsə, növbəti il məsələn 10.500 manata faiz gəlir həmin faiz. Amma sadə faiz artım düsturunda isə məsələn 5 illik 1000 manat qoymusansa, tutam ki 5%-dən. Bu il üçün o 1000 manat tutam ki məsələn 5%-dən 1050 manat olubsa, növbəti il yenə də o 1000 manata görə gəlir. Aydın oldu. Bu belə. Bu mürəkkəb faiz artım düsturudur. Bir də əlavə olaraq da qeyd edeyim ki, yəni tanıdığımız Albert Einstein mürəkkəb faiz artım düsturuna dünyanın 8-ci möcüzəsini adlandırıb, adlandırmasına səbəb elə bu N dərəcədə daha sürətli artım olur. Sağ olun, uğurlar olsun sizə.